Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü vəfadar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Mələyə xəsarət yetirib. Hadisə Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. Vəfadar orada yerləşən fərdi yaşayış evində olan zaman yumruqla arvadının başına burun nahiyəsinə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən vəfadarın barəsində Cinayət Məcəlləsinin 127.1 zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən vəfadar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, zərər çəkmiş Mələk həyat yoldaşı, Bahar isə qaynanasıdır. Mələk ilə 2022-ci ildə evlənmişik. Birgə nikahımızdan 2023-cü il təvəllüdlü bir az yaşlı övladımız var. Ailə qurduqdan sonra normal münasibətlərimiz olub. Şabran rayonunun kəndində valideynlərimin evində birlikdə yaşamışıq. Hər ailədə olduğu kimi arada bizim də narazılıq, söz-söhbət olub. Təxminən 1 ilə yaxındır Şabran rayonunda olan zaman aramızda baş vermiş münaqişə zamanı Mələyi döydükdən sonra o barəmdə polisə şikayət etdi və acıq edərək Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan anasının yanına gəldi. Anasının yanında qaldı. Mən Mələklə barışmağa cəhd etmişəm deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə işdən evə gələndə Mələk nə üçün evə gec gəldiyini bildirib. Mən Mələyə işdən gec çıxdığımı, sonra isə bəhanə edərək saçımı kəsdirdiyimi bildirsəm də, Mələk mənə inanmayaraq başqa yerdən gəldiyimi bildirdi. Bu səbəbdən aramızda mübahisə baş verdi. Mübahisə zamanı onun boynuna, başına və burun nahiyəsinə əlim ilə zərbə vurdum. Səslərinə Aytacın anası Bahar xala öz yaşadığı otaqdan çıxaraq bizim yaşadığımız otağa gəldi. Anası üzərimə qışqırdı, paltarımın yaxasından tutaraq məni evdən bayıra çıxardı. Sonra mən oradan çıxaraq Şabran rayonuna, öz evimizə getdim. Səhəri gün Mələk barəmdə polisə şikayət etdiyi üçün mən Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsində dəvət etdikləri üçün bölməyə gəldim deyə o ifadəsində göstərib. İş üzrə zərər çəkmiş qismində ifadə verən Mələyin sözlərinə görə əri vəfadar ispirtli içkiyə meyilli insandır. Valideynlərinin sözü ilə daim evlərində söz-söhbət yaradıb. Heç bir səbəb olmadan onu döyüb. Mən vəfadarın barəsində şikayətçi olmamışam. Hətta boşanmaq üçün məhkəməyə müraciət etsəm də sonda barışmışıq. Sonuncu dəfə 2024-cü ilin may ayında vəfadar məni Şabran rayonunun kəndində yaşadığımız evə də döydü. Mən bu barədə polisə şikayət etdim. Lakin yenə övladımın xətrinə onu bağışladım. Qızımı götürərək Sumqayıt şəhərinin qəsəbəsində yaşayan valideynlərimin yanına gələrək onlarla qaldım. Zərər çəkmiş qeyd edib ki, sonuncu dəfə hadisə günü saat 22:20-də işdən evə gec gəldiyi üçün vəfadara harada olduğunu bildirib. Vəfadar saçını kəsdirdiyini, usta tapa bilmədiyini dedi. Bu səbəbdən aramızda mübahisə baş verdi. Mübahisə zamanı vəfadar yumruqla boynumun sol yan tərəfinə, başıma və burun nahiyəmə zərbələr vuraraq məni döydü. Səsə bizimlə eyni evdə, başqa otaqda yaşayan anam gəldi. Anam vəfadarın üzərinə qışqırdı, onun evdən bayıra çıxardı və bu barədə 102 xidmətinə zəng edərək məlumat verdi deyə
zərər çəkmiş şəxs ifadəsində göstərib. Bu cinayət işinə Sumqayıt şəhər məhkəməsində baxılıb, məhkəmə təqsirləndirilən şəxsin zərər çəkmişlə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən vəfadarın barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib. Bundan başqa Bakının Nizami rayonunda 1991-ci il təvəllüdlü Şahin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Bahara xəsarət yetirib. Hadisə Nizami rayonunun Rüstəm Rüstəmov küçəsindəki binalardan birinin 3-cü blokunun qarşısında baş verib. Şahin orada keçmiş arvadı Baharı idarə etdiyi avtomobilin sükan arxasında olarkən kənar şəxs tərəfindən alınmış tortu övladına yedizdirə bilməyəcək sonuncuya deməsindən sonra aralarında baş vermiş mübahisə zamanı onu nalayiq ifadələrlə təhqir edib. Bahar bundan sonra o avtomobildə sükan arxasında olan keçmiş arvadını sağ qol nahiyəsinə yumruqla vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Şahinin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, 2019-cu ildə Bahar ilə ailə həyatı qurub və bu nikahdan bir az yaşlı övladları var. İlk əvvəllər münasibətlərimiz normal olsa da, sonra münasibətlərimiz alınmadığı üçün 2023-cü il tarixdə Qazax rayon məhkəməsinin qərarı əsasında rəsmi şəkildə ayrıldıq. Məlum hadisə günü, yəni 2024-cü ildə saat təxminən 19 radələrində qızım Səliməni gəzdirdikdən sonra evə qoymaq üçün keçmiş arvadım Baharın yaşadığı binanın qarşısına gəldim. Mən binanın 3-cü blokunun qarşısında olan zaman arvadımın Kia markalı avtomobil ilə gəldiyini gördüm. O avtomobil ilə gəldikdən sonra avtomobilin pəncərəsini endirərək qızım Səliməyə tort aldığını bildirdi. Bu zaman Bahara həmin tortun özünün almadığını, qeyri-rəsmi münasibətdə olduğu hər hansı bir kənar şəxs tərəfindən aldığını, onun övladıma yedirtməməsinə icazə verməyəcəyini bildirdi. Bahar bu məsələni mənə heç bir adiyyəti olmadığını ifadəsini işlədərək ünvanıma nalayiq ifadələr işlətdi. Mən Baharın nalayiq ifadələrlə təhqir etməsindən sonra əsəblərimə hakim ola bilmədim. Avtomobilə yaxınlaşaraq bir dəfə onun sağ qol nahiyəsinə yumruqla vurdum. Baharı vurduqdan sonra avtomobili sürərək gedən zaman yenidən ünvanıma nalayiq ifadələr işlətdiyi üçün əlim ilə bir dəfə avtomobilin şüşəsinə, sonra isə təpiklə arxa nahiyəsinə vurdum, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən daha sonra mübahisələri sonlanıb. Aramızda baş vermiş mübahisə 1-2 dəqiqə ərzində davam etdi. Mübahisə zamanı ətrafda heç kim olmadığı üçün hadisəyə heç kim şahid olmayıb, deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Nizami rayon məhkəməsində baxılıb, məhkəmə təqsirləndirilən şəxsin zərər çəkmişlə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Şahinin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib.